Alimler deyir, xuşsuz namaz qılınırsa əgər savab olmur. Xuşu yəni o tam əhatə eləməlidir, yoxsa məsələn gedib gəl belə? Yəni qəlb namazda olmalıdır da. Əgər xuşu yoxsa, qəlb namazda deyilsə, bədənlə namazdadır, qəlblə işdə, gücdə, orada, burada, dünyadadsa, namazı yerinə yetirmiş sayılır, amma savab əldə eləmir. Savab yoxdur. Ümumiyyətlə, qəlb mühüm olduğu üçün alimlər deyir ki, Allah da insana qəlbinə görə verir. Ona hədisdə deyir ki, İnnemel amel bin niyet ve innema likulli imrin ma nawa. Əməllər niyyətlərə görə və hər kəsə də nə niyyət edibsə o vardır da. Ona görə niyyət, o qəlbdəki niyyət mühümdür. Və alimlər deyir ki, Allah Teala insanın qəlbinə görə verir. Bax deyir, kafir, yəni 60-70 il yaşasa da əbədi cəhənnəm var. Mömin də həmçinin elədir. 60-70 il yaşasa da əbədi cənnət var. Niyə görə ki, kafir qəlbində, istəyində var ki, ona əbədi həyat verilsin, elə əbədiyyən küfür, haramlar içərisində yaşasın. Və ona görə Allah Teala ona əbədi cəhənnəm verir, mömin də elədir. Ona əbədiyyət verilsə, istəyər əbədiyyən Allaha qul olsun, ibadətdə yaşasın və Allah da onun qəlbinə uyğunda cənnəti, əbədi cənnət verir. Ona görə niyyət, qəlb mühümdür. Namazda elə, namazda insan əgər namazda, bədənlə namazda fikirlər başqa yerdədirsə, müsibətdir. Ona görə hədisdə gəlir ki, insan namazından yəni 10'da biri, 9'da biri namazdan ona çatan pay olur. 10'da biri, 9'da biri, 8'de bir yarısı başqa hədisine gəlir. Bəzi namaz qılanlar var ki, namazlarından ancaq yorğunluq qalır. Bəzi oruç tutanlar var ki, oruçlarından ancaq susuzluq, aclıq qalır da onlara. Gecə namazı qılanlardan deyir də Allah Resulü sallallahu əleyhi və səlləm. Bəzi gecə namaz qılanlar var, onlara namazlarından ancaq yuxusuzluq, bir də yorğunluq var. Yəni savab yoxdur, mükafat yoxdur. Fikir, yəni namazda deyilsə əgər, hələ üstəlik riya da olsa, yəni o lap betərim olur. Günahla çıxır. İnsan namaz qılır, amma günahla çıxır. Namazı qılır, hansı ki Allah'a yaxınlaşdığı əməldir, amma ki günahla, haramla namazdan çıxır. Yəni, alimlər deyir ki, yəni qılmamaq da yaxşı deyil, belə qılmaq da yaxşı deyil. Ona görə insan qılmalı və mübarizə aparmalıdır. Qılmalı və davamlı mübarizə aparmalıdır ki, yəni, bu qəlbdə o şeylər olmasın, qəlb namazla məşğul olsun, namazda dediyi sözlərlə məşğul olsun. Soruşulacaq mı? Allah subhanahu qiyamətdə soruşacaq. Fərz namazını qılırıq, usul deyilsən. Əlbəttə. Fərzi əda edirsən, fərz yazılır mı? Yoxsa? Fərz yazılır, boyundan düşmüş olur, amma yəni o cür qıldığı üçün hesab vardır. Şunu əsas əldə etməyin ən əsas yolları nədir? Onun səbəbləri nədir? Ki, o namazda xuşunu əldə edə bilirsən. Ən birinci belə. Onun ötürü xuşu haqqında ayrıca kitab oxumalıdır. Səbəblər çünki çoxdur. Alimlər çox şeylər zikr edirlər. Əsas başlıca səbəb deyil, dünyadır. Dünya sevgisi qəlbi hopdusa, istər-istəməz o birisini vurub çıxarır. Ortanı da tutar. Ortanı tutmaq üçün ümumiyyətlə mübarizədə, davamlı şəkildə mübarizə. Daim insan mübarizə, oxumaq, yəni, öyrənmək ki, bu şeylər var, mənə savab çatmır, namaz batil olur, insan əziyyət çəkir, namaz qılır, heç bir savab yoxdur. Öyrəndikcə, bildikcə, istər-istəməz adam özünü yığışdırmağa çalışır da. Bir o bilmir, öyrənmir, deyir ki, nə olub ki, mən kimin toyuğuna qışdırmışam ki. Elə bir ki, hər şey yaxşıdır. Amma öyrəndikcə başa düşsən ki, sən namaza durursa elə ancaq o dükan belə getdi, o iş belə getdi. Başdan yəni savab yoxdur. Üstəlik riya da olsa, günahla. Öyrəndikcə, bildikcə adam istər-istəməz düşünürsən ki, yox, belə olmaz, gərək mübarizə aparım. Gərək mübarizə aparım, özümü istahilim, fikrim orada olsun. Elə olduqca yavaş-yavaş niyyət olduğu üçün Allah da yardım eləyir. Kömək gəlir, yavaş-yavaş düzəlir. Və alimlər deyir ki, ən azından insan özünün əməllərini hesaba çəkirsə əgər və bilirsə ki, deməli savab qalmır, filan şey var falan. Deyib, bunları fikirləş, hesaba çəkdikcə ən azından insan başa düşür ki, günahkardır, müqəssirdir, səhlənkardır, Allah haqqını doğru düzgün yerinə yetirmir və deyir, heç olmasa belə olanda onda nə deyir? Deyir ki, ya Rəbb, məni bağışla. Biliyor ki, günahkardır, biliyor, düzgün qılmır namazı. Onu da olmayanda hesab fikirləşmir, özünü hesaba çəkmir, istiğfar diləmir. Ki, niyə özünü yəni, normal hesab edir ona görə. Allah tövfiq versin.